qürurlu bir işlə məşğul olursunuz. Sadəcə olaraq o alovu qorumaq üçün siz bilməlisiniz ki, o alovu nə söndürə bilər və siz o alovu necə dəstəkləyə bilərsiniz. Vəssalam. Yorğunluq və tükənmişliklə işləməyin yeganə yolu budur ki, siz fərqinə varırsınız ki, siz yorulmusunuz və bununla nəsə edirsiniz. Əgər sonuncu etaplarda fərqinə varırsınızsa, narahat olmuruq, orada da bir şeylər edirik və bunu, bu modeli çalışın ki, gündəlik olaraq özünüzə sual verəsiniz. Müəllim inkişaf proqramı çərçivəsində pedaqoji heyətiniz üçün keçirdiyiniz maraqlı təlimə və təhsilin inkişafı istiqamətində bizimlə qurduğunuz səmərəli əməkdaşlığa görə sizə dəyərli minnətdarlığımızı bildiririk. Gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq. Təşəkkür ederim.